Amasya kəndi günündə doğma el-obamızın ruhunu yenidən yaşadıq. 14 iyun tarixində Monaliza Şadlıq Sarayında Qərbi Azərbaycanın Ağbaba Şöriyel mahalının Amasya kəndinə həsr olunmuş Amasya kəndi günü tədbirində iştirak etdik. Görüş çox səmimi, şən və doğma yurdumuzun ruhuna uyğun şəkildə təşkil olunmuşdu. Bu gözəl və yadda qalan tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılar Tahir İskəndərov və Cəfər Rüstəmov ən xoş sözlərə layiqdilər. Tədbirdə Amasya kəndinin dəyərli sakinləri ilə yanaşı, Qərbi Azərbaycan və Amasya icmalarının nümayəndələri də iştirak edirdilər. Bölüşülən xatirələr, doğma yurdla bağlı söhbətlər görüşə xüsusi rəng qatdı və onu unudulmaz etdi. Xüsusilə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, dəyərli el-oğlumuz General-Leytenant Ramiz Tahirovun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir nəslə örnək olacaq dəyərli mesajlarla yadda qaldı. Daha sonra Qərbi Azərbaycan icmasının mərkəzi aparatının nümayəndələri Əhməd Rzayev və Əbdüləli Həsənov, Amasya icmasının sədr müavini Elmar Hüseynov çıxış edərək bu cür tədbirlərin milli yaddaşın qorunması, birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğuladılar. Tədbirdə Amasya icmasının bir qrup fəal üzvü fəxri fərmanlarla təltif olundu. Görüşün aparıcılıq missiyasını ənənəvi olaraq peşəkarlıqla yerinə yetirən Şəmsi müəllimi də adını qeyd etmək lazımdır. Belə görüşlər doğma yurd yerlərimizə bağlılığımızı daha da gücləndirir, keçmişimizə olan sevgimizi yaşadır və gələcəyə inamımızı artırır. Amasyalılara və bütün həmvətənlərimizə bu xoş ovqatlı, səmimi və yadda qalan görüşə görə təşəkkür edir, hər birinə can sağlığı və uğurlar arzulayıram. Birliyimiz əbədi olsun. Təşkilatçıların bu tədbir üçün hazırladıqları xatirə nişanda diqqət çəkən idi. Bu nişan bir kəndin adından daha çoxunu ifadə edir. Uşaqlığımızı, xatirələrimizi və doğma ocaqlarımızı və qayıdış ümidimizi özündə yaşadır. Unutmadıq, unutmarıq. Bir gün mütləq qayıdış olacaq.